Görürsünüz necə səliqəli, necə qəşəng. Bu maşın 300 min də getsə belə qalacaq. Çünki hər dəfə çirk olandan sonra təmizləmək lazım maşını. Deməli, şotqamızın üstünə dərmanımızı pısıldadırıq. Ürəklə, biraz tam. Ağaçla, qəşəng. Bu yanları indi təmizləyəcəyik. Görürsünüz nə gündə. Dərmanımızdan püskürdürük. Hər yerini qəşəng. Dərmanımıza yayırıq. Yanları bu yanlara. Ağaçla, qəşəng, yaxşı. Belə dairə bir şəkildə təmizləyirik. Çox basmadan ki, dərində zədələməsin. İndi isə təmiz əski ilə silinlikimizi siləcəyik. Çirki də sizə göstərəcəm. Baxın. Görürsünüz? Necə çirk çıxır. Bunlar hamısı çirkdir. İndi hava vuranla oradakı o suları, su topalarını təmizləyəcək. Və nəticəni də sizə göstərirəm, görürsünüz. Baxın. Bu da təmizlənmiş halı. Yəni maşının həmişə belə dərmanlarla qulluq eləyin ki, sonradan dəri deformasiyaya uğramasın, rəng çıxımları olmasın. Baxın belə, çox adam süt vurur, parıldadır. Yadınızda saxlayın. Parıldayan dəri varsa maşında, bilin ki, o çirklidir. Onu təmizləmək lazımdır.